Gəlin belə bir misala baxaq. Deyir ki, 11-də 7 kəsrinin sürət və məxrəcinə hansı ədəd əlavə etmək lazımdır ki, 7-də 5 kəsr alınsın? İlk öncə burada hansı ədəd deyirsə, bunu bir x ilə işarə edək. Daha sonra 11-də 7 kəsrinin sürət və məxrəcinə x əlavə etməliyik, düzdür? 11-də 7 yazırıq. 11-də 7 və həm sürətinə, həm də məxrəcinə x əlavə edirik. Bərabərdir 7-də 5 kəsr alınsın. Bərabərdir 7-də 5 yazırıq. Daha sonra bilirik ki, bu tənliyi həll etmək üçün çarpaz vurma əməlini yerinə yetirə bilərik. Çarpaz vurma əməlini yerinə yetirək. 7 vuraq 7 üstə gəl x bərabərdir 5 vuraq 11 üstə gəl x. İndi mötəricəni vurub açaq. 7 vuraq 7 49 üstə gəl 7x bərabərdir 5 vuraq 11 55 üstə gəl 5 vuraq x 5x. Belə yazdıqdan sonra dəyişənləri bir tərəfə, sərbəst ədləri bir tərəfə keçirə bilərik. 7x, burada 5x-in işarəsi müsbətdir. Bərabərliyin bu bir tərəfinə keçəcək, mənfi olacaq. Bərabərdir. Sərbəst hədd 55. Burada da 49 müsbətdir. Bərabərliyin sağ tərəfinə keçəcək, olacaq mənfi. 7x-dan 5x çıxdıqda 2x bərabərdir. 55-dən 49 çıxdıqda 6. X də bərabərdir. 6 bölü 2, yəni 3. Cavabı alırıq. X bərabərdir 3. Yəni həmin ədədimiz 3 imiş. Sağ olun.